izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə bizim testimiz olacaqdır. Hansı ki, bir öncəki bizim mövzumuzda məktəbəqədər təhsil haqqında əsas anlayışlar və məktəbəqədər təhsilin ümumiyyətlə qanunu haqqında olmuşdur. Bugün isə həmin mövzunun testinin izahını sizlər üçün verəcəyəm. Və kanalımıza abunə olmayan, varsa kanalımıza abunə olmağı və dəstək olmağı, rəy yazmağı unutmayın. Və davamlı olaraq bu tipli test və mövzular sizlər üçün ümumiyyətlə göndəriləcəkdir və bu bizim kanalımızın əsas məqsədi və müəllimlərə və tərbiyəçilərə dəstək olmaq xarakteri daşıyır. İndi isə keçək mövzumuza, testimizə. Birinci testimizdə deyir ki, tərbiyəçi müəllimə Leyla sinifdə fərqli inkişaf səviyyəsində olan uşaqlarla çalışır. O, uşaqların fərdi xüsusiyyətlərini nəzərə alaraq fərqli tədris metodlarından istifadə edir. Leylanın tətbiq etdiyi, yanaşma necə adlanır? Baxın, burada açar sözlər qeyd olunubdur. Yəni, uşaqların fərdi xüsusiyyətləri. Biz ümumiyyətlə demişdik ki, fərdi xüsusiyyətlər necə adlanırdı? Gəlin variantlara baxaq. A variantı innovasiya. Xeyr, innovasiya nə idi? Yenilik demək idi. B variantı diferensiallaşdırılma. Bunu nəzarətdə saxlayırıq. C variantı standart təhsil. Xeyr, D variantı qiymətləndirilmə. Bunların heç biri deyil. Cavabımız olacaqdır B variantı. Yəni diferensiallaşdırma, diferensial o deməkdir ki, yəni uşaqların fərdi xüsusiyyətləri, uşaqların maraq və tələbatlarının nəzərə alınması olacaqdır B variantı. İkinci testimizə baxaq. İkinci testimizdə deyir ki, valideynlər şikayət edirlər ki, onların uşaqları məktəbəqədər müəssisədə sosial bacarıqlar əldə edə bilmir və bu problemi həll etmək üçün tərbiyəçi nə etməlidir? Baxın, burada deyir ki, valideyn şikayət edir ki, onların uşaqları sosial bacarıq əldə edə bilmir. Demək ki, uşaqların sosial bacarıqlarının əldə edilməsi üçün tərbiyəçi nə etməlidir? Gəlin variantlarımıza baxaq. A variantı, uşaqlara daha çox fərdi çalışmalar yönləndirilməlidir. Xeyr, uşaqlar fərdi çalışmalara yönləndirildiyi zaman əsasən onlar demək olar ki, tək başına daha çox olurlar və onların sosiallığı olmur. Və B variantına baxaq. Uşaqlar arasında ünsiyyətə əsaslanan oyunlar təşkil etməlidir. C variantı, uşaqları müstəqil işləməyə təşviq etməlidir. Bu da deyil. D variantı, uşaqları sinifə bölərək dərs keçməlidir. Yəni ki, variantlarımız bu deyildir. Bizim variantımız olacaqdır B variantı. Uşaqlar arasında ünsiyyətə əsaslanan oyunlar təşkil etməlidir ki, uşaqlar arasında əməkdaşlıq olsun, uşaqların ümumiyyətlə sosial bacarıqları artsın. Nə demişdik? Ünsiyyət nədir? Ünsiyyət iki insanın bir-biri ilə münasibətdə olması, iki insanın bir-birinə dialoqda olması və sosial bacarıqların, münasibətlərin, ümumiyyətlə əməkdaşlıqların olması üçün uşaqlar arasında ünsiyyətə əsaslanan oyunlar təşkil olunmalıdır. Cavabımız olacaqdır B variantı. Üçüncü testimizə baxaq. Üçüncü testimizdə deyir ki, məktəbəqədər təhsil müəssisəsinin əsas məqsədlərindən biri nədir? Biz mövzumuza keçmişdik ki, ümumiyyətlə məktəbəqədər təhsilin məqsədlərini. İndi baxaq variantlarımıza. Uşaqların ali təhsil almalarını təmin etmək. Xeyr, məktəbəqədər təhsil ali təhsili təmin etmir. B variantı, uşaqlara yalnız riyazi bilikləri ötürmək. Bu da deyil variantımız. C variantı, uşaqları intellektual, fiziki, mənəvi inkişafına dəstək olmaq. D variantı, yalnız yazı və oxu bacarıqlarına diqqət yetirmək. Əlbəttə ki, xeyr, yəni D variantı da deyil cavabımız. Cavabımız olacaqdır C variantı. Baxın, açar sözlər uşaqları intellektual, fiziki, mənəvi inkişafına dəstək. Biz uşaqlara hər tərəfli dəstək olmalıyıq. Cavabımız olacaqdır C variantı. İndi isə dördüncü testimizə baxaq. Dördüncü testimizdə deyir ki, məktəbəqədər müəssisədə çalışan bir metodist və tərbiyəçilərə tədris proqramını daha effektiv həyata keçirmək üçün metodiki dəstək göstərir. Metodistin əsas vəzifəsi nədir? Biz ümumiyyətlə mövzumuza demişdik ki, metodist kimdir? Metodistin vəzifəsi nədir? İndi isə baxaq biz variantlara.
Variantlarda deyilir ki, A variantında administrativ işləri icra etmək, yox. B variantı təlim-tərbiyə işlərinə metodiki rəhbərlik etmək. C variantı uşaqlarla birbaşa çalışmaq, xeyr. D variantı tərbiyəçilərin işini qiymətləndirmək. Əlbəttə cavabımız olacaqdır B variantı təlim-tərbiyə işlərinə metodiki rəhbərlik edir, yəni metodist. Və bizim 5-ci testimizə baxaq. 5-ci testimizdə deyilir ki, bir logoped məktəbəqədər yaşlı uşaqlarla işləyərkən hansı problemi həll etməyə çalışır? Yəni burada bizdən logopedin ümumiyyətlə vəzifəsini soruşur. Biz mövzumuza keçmişdik. Logoped ümumiyyətlə logopedin vəzifəsi nə idi? İndi isə baxaq variantlara. A variantı hərəkət məhdudiyyətlərini, B variantı nitq qüsurlarını, C variantı intellektual gerilik, D variantı sosial uyğunlaşma çətinlikləri. Yəni burada əsasən nitq sözündən biz bilirik ki, logopedin vəzifəsi nitq qüsurlu uşaqlarla işləyən ali təhsilli mütəxəssislər olur, logopedlər. Cavabımız olacaqdır B variantı. 6-cı testimizə baxaq. 6-cı testimizdə deyilir ki, icma əsaslı məktəbəqədər təlim qrupu hansı əsas prinsipə dayanır? Biz ümumiyyətlə demişdik ki, icma əsaslı məktəbəqədər təlim qrupu nə idi? Yəni onun ümumiyyətlə tərifini də vermişdik və onun izahını da ki, ümumiyyətlə vermişdik ki, icma əsaslı məktəbəqədər təlim qruplarının məqsədi və necə həyata keçirilir, bizdən onu soruşur. İndi isə baxaq biz burada variantlara. A variantı dövlət tərəfindən tam maliyyələşdirilməsi, xeyr, yalnız xüsusi istedadlı uşaqlar üçün nəzərdə tutulması, burada deyil variantımız. C variantı valideynlərin könüllü iştirakı ilə yaradılması, D variantı formal təhsil sistemindən kənarda qalması. Əlbəttə cavabımız olacaqdır C variantı. İcma əsaslı məktəbəqədər təlim qrupları valideynlərin və digər qanuni nümayəndələrin könüllüyü ilə yerlərdə yaradılan ümumiyyətlə ödənişli təlim qruplarıdır. Cavabımız olacaqdır C variantı. İndi isə baxaq 7-ci testimizə. 7-ci testimizdə deyilir ki, məktəbəqədər təhsilli qiymətləndirilmənin əsas məqsədi nədir? Biz mövzumuza da keçirmişdik. Qiymətləndirmə nə idi? Gəlin variantlara baxaq. Uşaqların tərbiyəsini qiymətləndirilməsi, xeyr. B variantı uşaqların inkişaf səviyyəsini dəyərləndirmək. C variantı uşaqları bir-biri ilə müqayisə etmək, xeyr. Çünki biz heç bir zaman uşaqları bir-biri ilə müqayisə edə bilmərik. Buna ümumiyyətlə yol verilmir. Və D variantı sadəcə kağız üzərində hesabat vermək. Cavabımız olacaqdır ümumiyyətlə B variantı, yəni uşaqların inkişaf səviyyəsini dəyərləndirilmək olacaqdır. İndi isə baxaq 8-ci testimizə. 8-ci testimizdə deyilir ki, ümumiyyətlə defektoloq məktəbəqədər təhsil müəssisəsində hansı işlər görür? Burada da bizdən defektoloqun vəzifəsini soruşur. Gəlin baxaq variantlara. A variantı uşaqların fiziki və əqli inkişafındakı qüsurları aradan qaldırır. B variantı tədris planını hazırlayır. C variantı tərbiyəçilərə məsləhət verir. D variantı yalnız valideynlərlə işləyir. Biz ümumiyyətlə nə demişdik? Defektoloq kimidir? Uşaqların ümumiyyətlə fiziki və əqli inkişaf geriliyi olan uşaqlarla işləyən mütəxəssisdir. Cavabımız olacaqdır A variantı. Gəlin 9-cu testimizə baxaq. 9-cu testimizdə deyilir ki, uşaq deyir ki, hər gün sinifdə aqressiv davranışlar göstərir. Tərbiyəçi bu vəziyyətdə hansı addımları atmalıdır? Yəni uşaq məsələn də sinifdə, qrupda öz belə aqressiyasını göstərir. Tərbiyəçi nə etməlidir bu zaman? Gəlin variantlara baxaq. A variantı uşağı dərsdən uzaqlaşdırılmalıdır. B variantı uşaqla ümumiyyətlə fərdi qaydada ünsiyyət quraraq onun davranışı səbəbini araşdırmalıdır. C variantı uşağı digər uşaqlardan ayırmalıdır. D variantı isə problemi göz ardı etməlidir. Əlbəttə ki, yəni belə ümumiyyətlə davranış göstərən uşaqlarda tərbiyəçi uşaqla fərdi qaydada ünsiyyət quraraq onun bu davranışı nə üçün etdiyini araşdırmalıdır. Cavabımız olacaqdır B variantı.
Gəlin 10-cu testimizə baxaq. 10-cu testimizdə deyilir ki, məktəbəqədər yaşlı uşaqlar üçün fərdi yanaşma nəyi nəzərdə tutur? Yəni fərdi yanaşma dedikdə nə başa düşülür? Bizdən onu soruşur testimizdə. Gəlin baxaq ümumiyyətlə variantlarımıza. A variantı. Yəni bütün uşaqlarla eyni metodda dərs keçirilməsini, B variantı. Uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınmasını, yalnız yüksək intellektli uşaqlarla işlənməsini, D variantı. Tədris planının dəyişdirilməsini. Biz ümumiyyətlə demişdik ki, fərdi yanaşma nə idi? Fərdi yanaşma uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması idi. Bu da olacaqdır B variantı. Gəlin 11-ci testimizə baxaq. 11-ci testimizdə deyilir ki, qısa müddətli təlim qrupları hansı xüsusiyyətə malikdir? Biz qısa müddətli təlim qruplarının da izahı ümumiyyətlə verilmişdi bizim mövzumuzda. İndi isə baxaq variantlara. A variantı. Yəni günün tam yarısını əhatə edir və B variantı bütün uşaqlar üçün ümumiyyətlə məcburidir, xeyr məcburi deyildir. C variantı yalnız riyaziyyat dərslərinə yönəlib, xeyr. D variantı valideynlərin istəyi nəzərə alınaraq təşkil edilir. Yəni bizim ümumiyyətlə D variantında bizdən icma əsasının tərifidir. Yəni bizim burada variantımız olacaqdır A variantı. Çünki qısa müddətli təlim qrupu günün tam yarısını əhatə edir. İndi isə baxaq 12-ci testimizə. 12-ci testimizdə deyilir ki, ümumiyyətlə tərbiyəçi müəllim məktəbəqədər müəssisədə inkluziv təhsili tətbiq etmək istəyir. Bu ümumiyyətlə nə deməkdir? Yəni bizdən yenə inkluziv təhsilin demək olar ki, vəzifəsini və tərifini soruşur. Yəni necə tətbiq olunmalıdır, onu soruşur. Gəlin variantlara baxaq. A variantı yalnız xüsusi istedadlı uşaqlarla işləmək, xeyr. B variantı sağlamlıq və sosial statusdan asılı olmayaraq bütün uşaqların birlikdə təhsil alması. C variantı yalnız əqli məhdudiyyətli uşaqlar üçün təhsilini təşkil etmək. D variantı uşaqları tədris qruplarına bölmək. Biz ümumiyyətlə nə demişdik ki, inklusiv təhsil nə idi? Sağlamlığından, potensial imkanlarından asılı olmayaraq təhsilin hamı üçün əlçatan olmasıdır. Yəni təhsil hamı üçün əlçatan olmalıdır. Ona görə variantımız olacaqdır B variantı. Yəni sağlamlıq və sosial statusundan asılı olmayaraq bütün uşaqların birlikdə təhsil alma hüququnun təmin edilməsi idi. İndi isə baxaq 13-cü testimizə. 13-cü testimizdə deyilir ki, tərbiyəçi müəllim uşaqların sosial bacarıqlarını inkişaf etdirmək üçün hansı yanaşmanı tətbiq etməlidir? Yəni biz uşaqlarda sosiallığı və əməkdaşlığı inkişaf etdirmək üçün nə etməliyik? Gəlin variantlara baxaq. Onlara fərdi tapşırıqlar verilməlidir. Xeyr, çünki fərdi tapşırıqlar versək uşaqlar arasında sosiallıq olmayacaqdır. B variantı rollu oyunlar təşkil etməlidir. C variantı onları pasiv müşahidəçi kimi saxlamalıdır. Xeyr. Və D variantı onlara ancaq müəllimlə ünsiyyətdə saxlamalıdır. Yəni onlar ancaq müəllimlə ünsiyyətdə saxlamalı deyildir. Ona görə bizim variantımız olacaqdır B variantı. Rollu oyunlar təşkil etməlidir. Çünki uşaqlar oyunlar vasitəsilə əməkdaşlıq qururlar, ünsiyyət qururlar və sosiallaşırlar. Gəlin baxaq indi 14-cü testimizə. 14-cü testimizdə deyilir ki, uşaq inkişafında erkən müdaxilə nə üçün vacibdir? Yəni uşaqların inkişafında erkən müdaxilə nə üçün vacibdir? Ümumiyyətlə gəlin baxaq indi variantlara. A variantı təhsil prosesini sürətləndirmək üçün, B variantı mümkün inkişaf problemlərini erkən aşkarlayıb, yəni həll etmək üçün, C variantı sadəcə valideynlərə məlumat vermək üçün, D variantı uşaqları ciddi intizam qaydalarına öyrəşdirmək üçün. Əlbəttə variantımız olacaqdır B variantı mümkün inkişaf problemlərini aşkarlayıb vaxtında həll etmək üçün. Yəni biz uşaqların inkişafında erkən müdaxilə edəriksə, onları mümkün qədər inkişaf etdirmiş olar və onların problemlərini erkən, yəni daha tez aşkarlayıb həll edə bilərik. İndi isə baxaq bizim 15-ci testimizə. 15-ci testimizdə deyilir ki, bir məktəbəqədər müəssisədə
innovasiyalar tətbiq edilir. Bu nəyi ifadə edir? Yəni burada əsasən bizdən innovasiyanın tərifini soruşur ki, innovasiya nə idi? Biz məktəbə qədər təhsildə keçmişdik, təhsil haqqında anlayışımız